Yeni videomuzdan hər kəsə salam. Bugün anamla birlikdə evdə təbii kərə yağını necə hazırlayırıq onu paylaşacağım. Bunun üçün anam hər dəfə evdə südü bişirərkən qazanı tərpətmədən bir gecə soyuducuda saxlayır. Səhəri gün həmin qaymağı yığır və qablarda, dondurucuda saxlayır. Bu proses bizdə, yəni sizin südü aldığınız müddətdən asılıdır. 1 aya, 2 aya qaymaq yığılır. Burada 2 litr qaymaq var. 2 litr qaymağın üzərinə yarım litr soyuq su əlavə eləmişik. Qaymağı mikserlə qarışdırırıq. Və artıq gördüyünüz kimi yağ süddən ayrılıb. Buzluqda götürdüyümüz buzlu suyu, soyuq suyu yağın üzərinə əlavə edib yenə mikserlə qarışdırırıq. Buzluqdan çıxan suyu başqa bir qaba tökürük və yağı hissə-hissə bu qaba buzlu suya əlavə edirik. Və yağı toplayırıq. Qaymaqdan çıxan südü isə israf etmirik. Ocağın üzərinə alırıq və bir xörək qaşığı sirkə əlavə edib çürüdürük. Və kəsmiyimiz hazırdır. Yağı əridirik. İstəyə görə siz əritmədən də saxlaya bilərsiniz. İki litr qaymaqdan 700 qram ərinmiş kərə yağı və bu qədər də kəsmiyi alındı.